Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ötən gün Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. Təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb. Ajans AZ həmin ekspert qrupunun bir üzvü ilə əlaqə saxlayıb. Jurnalist Kəmalə Məmmədova görüş haqqında təəssüratlarını bizimlə paylaşıb. Kəmalə Məmmədova bildirib ki, görüş konstruktiv mühitdə keçib. Ölkəmizdən 5 nəfər ekspert bizi təmsil edib. Həmçinin İrəvandan da 5 ekspert seçilmişdir. Növbəti görüş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə baş tutub. Görüşdə geniş fikir mübadiləsi aparılıb. Hətta Ermənistan ilə bir çox fikirlər üst-üstə düşürdü. 30 il ərzində iki ölkə arasında xeyli görüşlər keçirilib. Lakin məhz iki tərəfli görüşün olması uğurlu addım idi. Üstəlik, görüş üçün charter reys təşkil edilmişdi. Jurnalistin sözlərinə görə İrəvan hava limanına eniş edən Azərbaycan təyyarəsi böyük maraqla qarşılandı.